18 yaşından bəri durmadan işləyən biri üçün son 5 ildir iş həyatından uzaq qalıb sadəcə analıq etmək inanın ki, çox çətindir. Analıq dünyanın ən gözəl duyğusudur, amma aktiv tempa alışan insan üçün özünü bir müddət arxa plana atmaq daxilən böyük bir sınaqdır. Düzdür, bu 5 ildə evdə olsam da yenə də dayanmamışam. Yaradıcı tərəfimi aktiv saxlamaq üçün YouTube-a videolar, vloqlar çəkmişəm. Amma tam zamanlı iş mühitindən uzaq qalmaq bariz bir reallıq idi. Bugün evin balaca kişisinin ilk bağça günü idi. Bu addım həm onun üçün, həm də mənim üçün tamamilə yeni bir dövrün başlanğıcıdır. Amma hər şey göründüyü qədər asan deyil. Əgər arxanda sənə dəstək olacaq bir köməyin yoxdursa, yenidən iş mühitinə qayıtmaq böyük bir cəsarət tələb edir. Çünki uşaqlar bağçaya başlayanda xəstələnmə periodları, işdən icazə almaq problemləri və o bitmək bilməyən ana narahatlıqları ortaya çıxır. Gözün həmişə telefonda qalır. Hətta bu aralar bu yeni ritmə adaptasiya olmağa çalışdığım üçün inanın videoları səsləndirməyə belə vaxt tapa bilmirəm. Amma bütün bu qorxulara və çətinliklərə rəğmən mən 5 illik bir fasilədən sonra yenidən özümə, işimə və aktiv həyata adaptasiya olmaq üçün kiçik də olsa bir addım attım. Bu vloq mənim qaldığım yerdən bütün çətinlikləri gözə alaraq daha güclü şəkildə öz yoluma davam etməyimin hekayəsidir. Yenidən başlamaq, o köhnə ritmi tutmağa çalışmaq biraz qorxulu olsa da çox həyəcanlıyam. Mənim bu yeni adaptasiya dövrümə və qayıdış xatirəmə xoş gəldiniz. Bəs siz neçə ildir özünüzü tamamilə uşaqlarınıza əsir etmisiniz və yenidən başlamaq sizə bu qədər çətin gəldimi? Şərhlərdə rəylərinizi gözləyirəm. Hələlik, növbəti vloqlarda görüşənə qədər.